İranda etiraz aksiyaları silahlı qarşıdurma mərhələsinə keçib. APA Xarici 2 və istinadən xəbər verir ki, etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barikadalar qurur. Bəzi qruplar isə avtomat silahlarla silahlanıb. Ölkənin cənub-qərbində yerləşən yaşayış məhəllələrində atəş səsləri eşidilir. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı bildirilir. Mehallat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb, etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alov saçanla hücum etdiyi bildirilir. İlhan vilayətində öldürülmüş etirazçının dəfn mərasimi zamanı İslam Respublikasına ölüm şüarları səsləndirilib. Bundan bir gün əvvəl İranın ali rəhbəri ixtişaş iştirakçılarına qarşı sərt tədbirlərin görülməsinə çağırış edib.